Biz aciz, yazıq canlılarıq. Bax, görürsünüz, məzənib düzənmədən, özümü səliqəyə salmadan olduğum kimi video çəkirəm. Onsuz bu lənətə gəlmiş telefon retuş eləyir onu, bəziyir, düzür. Bizim çəkdiyimiz şəkillər heç bir orijinal deyil. Allah sənə göz verib, beyin verib. Bax, qıraqdakı ota, ağaca, səmaya, telefonumun çəkdiyi şəkillərə bax. O sənin real gördüyü yox, istədiyin şeyləri qoyur ora. Bütün həyat belədir. Biz başqa vaxt deyirik, tövbə estağfurullah yox, Allahın söylədiyinə, Allahın əmrinə zidd getmək olmaz. Ancaq burun xoşumuza gəlmirsə, burnu kəs, səliqəyə sal. Qulaq xoşuna gəlmir, qulağı kəs, səliqəyə sal. Biz görmək istədiyimizi görürük. Biz o qədər bir-birimizə haqsızlıqlar eləyirik ki, o qədər əzab-əziyyətlər görürük ki, avtoqəzada əzizlərimizi itiririk, xəstəlikdən əzizlərimizi itiririk, nə bilim, gecə-gündüz işləyirik, oyan bu yan, düşünürük ki, yox, real həyat belə ola bilməz. Bu yalancı həyatdır. Mütləq ki, real həyat o dünyada Allah Teala üçün hədiyyə kimi hazırlayıb. Deyəcək ki, balam, sən çox əzab çəkdin, istirab çəkdin, al bu da sənin hədiyyə. Bax, indi bu telefonun bizi aldatmağı eynən elə bir şey. Süni intellektin bizi aldatmağı eynən elə bir şey. Hətta dini kitablar filənlər olmasa belə, biz reallıqla barışa bilmirik. Deyirik, bu belə olmalı deyil, niyə belə oldu axı? Mütləq biz beynimizi anesteziya çeyləşdiririk ki, yox, belə ola bilməz. Bu yuxudur, bu yalancı həyatdır. Mütləq mən öləcəm, gözəl bir yerə düşəcəm. Orada hər şey ədalətli, hər şey və gözəl. Bəs birdən yox. Bəs birdən bütün bunlar özün özünü aldatmadır. Bəs birdən elə bir şey yoxdursa necə?